Cruises.az-ın dəyərli dostları, müştəriləri, Legend of the Seas gəmisi Royal Caribbean'ın axırıncı ən böyük möhtəşəm gəmisi 10-cu mərtəbə 338 nömrəli Ocean View böyük balkonlu, large balkon adı altında olan otağı. Həmən daxil olar olmaz, digərlərində olduğu kimi belə bir gözəllik qarşılayır. Gördüyünüz kimi, əgər hər hansı bir infinity sözü yoxdursa, onda otağımız bildiyimiz balkonlu otaqdır. Və burada geniş balkonlu olaraq diqqətimizi çəkir. Həmən digərlərində olduğu kimi sağ tərəfdə böyük bir TV, əşyalarınızı qoya biləcəyiniz və elektrik yuvaları bu şəkil. Ayna və balkonlu. Əlbəttə ki, pərdəsi də var. İstədiyiniz təqdirdə pərdəsini də çəkə bilirsiniz. Belə çox rahat bir şəkildə açılır. Və təkrar edirəm, burada artıq infinity olmadığına görə balkon ayrıdır. Otaq üstəgəl balkon. Və bu bizim geniş balkonluğumuz sayılır. İstər bu gəmidə, istər digər gəmilərdə əminəm ki, diqqətinizi çəkib, həqiqətən bu genişdir. Biraz daha genişdir, təxminən 1,5 kvadrat metr daha genişdir. Balkonlunu bu şəkildə sevənləriniz də ola bilər. Infinity-ni də zövqdən asılıdır və sevməkdən asılıdır, belə deyək. Buradakı divan da açılaraq toplamda 4 nəfərlik olur bu otaq. Bu şəkil. Açılıb bağlanması da çox rahatdır. Bu şəkildə. Digər gəmilərdə olduğu kimi burada da xüsusilə kiçik yaşlı uşaqlarla səyahət edənlər üçün bilirəm ki və bilirik ki, Azərbaycanlı ailələrimiz üçün bir mənalı təhlükəsizlik ən vacib məqamlardan biridir. Onun üçün də balkonlu üçün burada yuxarıda bir cəftə var deyək və onu bağladığınızda artıq buradan istəsəniz də açılmır. Yaxşı. Yəni onun üçün ailələr buradan da bağlayıb rahat və təhlükəsiz şəkildə bir cruise həyata keçirdə bilərlər. Həmən balkonun girişindən belə bir ümumi sizin üçün çəkirəm. Həqiqətən çox gözəl rənglərdən istifadə olunub. İçəriyə girər-girməz insan özünü bu arada bu otağın da xətrinə dəyməsin. Burayı da sanitar uşağını bu şəkildə sizlərə göstərmiş olaq. Burada yenə belə. Və ümumi görüntü bax belə.